Ata, sen dedin ki çağırılmışlar çoxdur, ancaq seçilmişlər azdır. Ya Rəbb, həqiqətən də bugün biz görürük ki, ata, çağırılmışlar çoxdur, ancaq seçilmişlər azdır. Və mən səndən istəyib diləyirəm ki, qoy hər bir kəs çağırılırsa, həqiqətən də ata, seçilmiş olduğunu da tam olaraq dərk edə bilsin və deyə bilsin ki, həqiqətən mən seçilmişəm və mən artıq Rəbbin buyruqlarında, Rəbbin sözündə yaşayacağam. Mən Rəbb mənə nə deyibsə, onları yerinə yetirəcəm. Mən hər zaman gedəcəm. Ata, oğul, müqəddəs ruh adıyla insanları vəftiz edəcəm. Həqiqətən ata, sən buyruq verdin bizə, ya Rəbb. Dedin ki, yerinə yetirin mənim buyruqlarımı. Ya Rəbb, dua edib sənin qarşıma gətirirəm. Qoy o buyruqlar hər birimizin həyatında bərqərar olsun, ya Rəbb. Sən qadirsən ata, bizi yönləndirməyə, bizə istiqamət verməyə, qoy heç kimdə bir şübhə olmasın ata. Heç bir şeyə qarşı bir şübhə olmasın. Hər kəs və hər kəs ata. Ya Rəbb, sənin verdiyin hər bir buyruğa əməl etsin. Hər bir buyruqda sadiq olsun. Ya Rəbb, sadiq ürəklər ver bizə, ya Rəbb. Sənin sadiqlərində yürümək üçün. Heç bir şeyə baxmadan, heç bir vəziyyətə baxmadan, heç kimin həyatına belə baxmadan. Bu, hansı ki seçilmiş də olsa, biz sadəcə sənə baxaq və səndə gündən günə irəli gedək, ya Rəbb. Bu dünyanın buxovu, zinciri qoy bizə atılıb, bizi buxovluya bilməsin, ya Rəbb. Sən dedin, çağırılmışlar çoxdur, seçilmişlər isə azdır. Həqiqətən də, ya Rəbb, qoy həqiqətən biz seçilmişlər sırasına daxil ola bilək. İsa'nın ismində, İsa'nın adında, müqəddəs adında salih həyatına qədəm qoya bilək və salihlikdə gündən günə yürüməyə başlayaq. İsa Məsihin ismi ilə. Ata, sənə minnətdarıq. Hər şeyə görə biz sənə minnətdarıq. Sən bizi sevdin, seçdin. Sən bizə yeni həyat verdin, yaşam verdin. Sən bizə bütün buyruqlarını bizim üzərimizə qoydun. Necə yaşanmağımızı göstərdin. Necə davranmağımızı göstərdin. Necə danışmağımızı belə göstərdin bizə. Addımlarımızı belə bilirsən, ya Rəbb. Qoy hər bir vəziyyətdə bu yer üzərində sənə layiqli övladlar olaq. İsa'nın ismində, İsa'nın adında. Qoy hələ də hansı bacı qardaşımın üzərində böyük bir yük var. Hələ də o yükü sənin dediyin kimi gətirib o yerə sənə verməyibsə, qoy elə bugün hər bir şər o yükü sənin qarşıma gətirsin və sənin qarşında artıq qoysun və desin ki, artıq mən yük altında yaşamayacağam. Mən Rəbbin sözündən başqa heç bir şeyə riayət etməyəcəm deyə bilsin. İsa'nın ismində, İsa'nın adında, ya Rəbb, axıt qüdrətini, ya Rəbb, hər bir kəsin üzərinə. Qoy ata, hər bir kəs verməkdə də sadiq olsunlar, almaqda da sadiq olsunlar, ya Rəbb. Qoy hər bir kəs əlini xəstələrin üzərinə qoyub deyə bilsin, mən həqiqətən Rəbbin kəlamı ilə bu xəstənin sağalmasını diləyirəm və istəyirəm. Çünki Rəbb mənə deyib. Deyib ki, hansı xəstənin üzərinə əlinizi qoyacaqsınız, o xəstə sağalacaqdır. Qoy o iman ruhu hər bir bacı qardaşımın üzərinə gəlsin. İsa Məsihin ismi ilə. Ata, sən minnətdarıq. Hər bir şeyə görə biz sənə minnətdarıq. Minnətdarıq ki, sən var olan, var olmuş atasan. Bizi qurtardın bu dünyadan. Ata, ancaq ata, bu birinci etapdır ki, sən bizə öz adını iqrar etdirdin. Ancaq bizim bu dünyada yaşanmamız, ata, bütün ata sənin. Qoy ata, ya Rəbb, xeyir-duan altında olsun. Qoy bütün hər bir vəziyyətimiz sənin buyruqların altında olsun deyə dua edirəm. Ya Rəbb, səndən istəyib, səndən diləyirik. Qoy heç bir kəs iki ağaya qulluq etməsin. Sənin dediyin o kəlam bu yerdə həyata keçsin. Qoy heç kim deməsin ki, həqiqətən də mən həmi dünyaya, həmi Allaha inanıram. Qoy həqiqətən sənin kimi bir ağaya xidmət etməyə başlasın. İsa'nın ismi ilə, ata, sən qadirsən, bu yer üzərində nə varsa hamısı sənə məxsusdur. Və məxsus olan o xeyirdualarını bu yer üzərində seçdiyin, sevdiyin övladlarından əsirgəməyən Rəbbsən, ata. Xeyir-dua ver, ata. Sənin xeyir-duan qoy axın-axın onların üzərlərinə axsın. İsa Məsihin ismi ilə, ata, dua edirəm. Sənin əllərinə verirəm, ya Rəbb. Xeyir-dua ver, ata.
Sən qadirsən. Hər şeyə və hər şeyə qadirsən. Ucu budağı görünməyən qapıları aç ata. İsa Məsihin ismi ilə, İsa'nın diri adıyla. Ata, oğul, müqəddəs ruh naminə amin.